Tarix müəllimləri qəbul imtahanlarındakı suallardan narazıdırlar. Onlar sualların dəstəklərə uyğun tərtib edilmədiyini iddia edirlər. Bəs Dövlət İmtahan Mərkəzinin bu iradlara cavabı nədir? Yaxın oturun, sabah saxlamadan tərəflər studiyamızda məsələyə aydınlıq gətirəcəklər. Axşamınız xeyir. ...25 may tarixində keçirilmiş blok imtahanlarında tarix fənni ilə bağlı bir sıra problemli məqamlar gündəmə gəlib. Həm abituriyentlər, həm də fənn müəllimləri tərəfindən səsləndirilən iradlar ictimaiyyətdə xeyli narahatlıq yaradıb və məsələ ətrafında geniş müzakirəyə səbəb olub. Bəs problemin mahiyyəti nədən ibarətdir? Təhsil mütəxəssisləri və müəllimlər bildirirlər ki, tarix fənni üzrə testlərin tərtibatında müəyyən uyğunsuzluqlara yol verilib. Onların sözlərinə görə eyni məzmunlu sualların fərqli ballarla qiymətləndirilməsi abituriyentlərin imtahanda bərabər şərtlərlə iştirakına mane olur. Bundan əlavə bəzi sualların dəstəklərə uyğun gəlməməsi və məzmun baxımından ziddiyyətli olması abituriyentlər arasında çaşqınlıq və narahatlıq yaradıb. Bir çox tarix müəllimi bu vəziyyəti ikinci ixtisas qrupu üzrə ali məktəblərə hazırlaşan gənclərə qarşı haqsızlıq kimi dəyərləndirir. Onların fikrincə bu cür suallar abituriyentlərin bilik və bacarıqlarını obyektiv şəkildə qiymətləndirməyə imkan vermir. Mütəxəssislər isə testlərdəki bu nöqsanların bir çoxunun məhz tarix dəstəklərindəki sistemsizlik və ziddiyyətlərdən qaynaqlandığını vurğulayırlar. Bəzi müəllimlər iddia edir ki, yaranmış vəziyyət abituriyentlərdə psixoloji gərginlik və ruh düşkünlüyü yaradıb. İllərlə hazırlaşdıqları imtahanda belə hallarla qarşılaşmaq onların motivasiyasına və gələcək planlarına mənfi təsir göstərə bilər. Dövlət İmtahan Mərkəzi isə məsələ ilə bağlı ilkin açıqlamasında test suallarının elmi-pedaqoji əsaslarla hazırlandığını bildirib. Lakin ictimaiyyət və təhsil ekspertlərinin səsləndirdiyi iradlar fonunda əlavə araşdırmalara və ətraflı izahata ehtiyac olduğu görünür. Bəs tarix fənni üzrə blok imtahanları ilə bağlı səsləndirilən bu fikirlər nə dərəcədə əsaslıdır? Problemli suallar rəsmi şəkildə araşdırılacaqmı? Bəs zəruri hallarda imtahan nəticələrinə düzəliş edilməsi mümkündürmü? Bugün sabah saxlamadan bu və digər suallara aydınlıq gətirməyə çalışacağıq.